Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, hörmətli izləyicilər, Xırdalan Kuruğundan Binəqədi Sentralniyə gedən yolun üstündə, Respublika Qayı yol üstü deyirlər. Yoldan, marşrutdan haradasa 100-150 metr məsafədə 4 sotun içində şəxsi inşa olunmuş, dəyərindən ucuz, 6 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, yenə deyirəm, dəyərindən ucuz verilir. Hal-hazırda bu evi biz dediyimiz qiymətə başa gətirmək mümkün deyil. Həyət yanı sahəsi gördüyünüz kimi, bax belə geniş həyəti var. Böyründə yaşıllıq salmaq üçün boş torpaq sahəsidir. Ev 2 mərtəbəlidir, 6 otaqlıdır. Bəzi yerləri monolitlə tökülüb 2-ci mərtəbədə. Həyəti ilə tanış olduq. Gördüyünüz kimi giriş darvazası, yola da marşruta 2 dəqiqə, 3 dəqiqə marşruta çıxılır. Keçən də evin içinə tanış olaq. Kürsüsü hardasa 5-6 daşdır. Bunu da nəzərinizə çatdırım. Daxil oluruq evin içinə. Həyət yanı sahəni bir dənə də buradan belə çəkirəm. Gördüyünüz kimi burada həyət yanı sahəsidir. Buradan daxil oluruq evin içinə. Girən kimi geniş dəhliz, haradasa təxminən 2 metrə yaxın dəhlizdir. 2 dənə otaqdır, bir zal, bir yataq otağı aşağıdadır. Burada bir geniş yataq otağıdır. Haradasa 3.20-3.50'nin 5 metrəyə bir yataq otağıdır. Gördüyünüz kimi otaqlar da genişdir. Buradan 2-ci mərtəbəyə çıxışdır. İndi ətraflı çəkib yuxarıda otaqları göstərəcəm. Bura gördüyünüz kimi bir dənə geniş yataq otağıdır. 4'ün aradasa 7-8 metr olar. 8 metr rahat var, genişdir. Burada hörmətli izləyicilər, yüngülvari kosmetik xərclər var. Yenə də, bugünkü vəziyyətdə yenə də ucuz qoyulub. Sonda qiyməti nəzərinizə çatdıracam. Keçirik bura mətbəxin genişliyi. Həm geniş otaqlıdır. Qoşa daşdan inşa olunub. Bax, burada mətbəxdir. Mətbəxi hardasa 20 kvadrata yaxındır. 3-8 zadın hardasa bir 5-50'ye zada olar. Hələ 20'den də çox olar bəlkə də. Gördüyünüz kimi, hörmətli izləyicilər, burada mətbəx hissəsidir. Mətbəxi də geniş, əlverişli, ürək açar. Kim alsa bu evi, yüngülvari xərc çəkib qiyməti belindədir. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi sanuzeldir, genişdir, ürək açandır. Baxın. Burada saniter qovşağıdır. Hamam da, təmirlər zaten normaldır hamamın. Keçən də 2-ci mərtəbə ilə tanış olaq. Qalxırıq yuxarı. Pləkanları beton monolitdir. Bunu da nəzərinizə çatdırım. Altı, yəni beton monolitdir. Otaqların bəziləri betondur. Bəziləri matmadır. Bunu da nəzərinizə çatdırım. Girən kimi sağda, burada bir yataq otağıdır. Haradasa bu da 3.50'nin 5 metrə zada olar. Üzürü sayın, bu da geniş otağıdır. Burada bağlıdır. Burada yenə bir geniş yataq otağı var. Təxminən hardasa 4'ün, hardasa 6 metr, 24 kvadrat bir yataq otağıdır. Yüngülvari kosmetik xərci ehtiyacları var. Yəni ciddi bir problemi yoxdur, hörmətli izləyicilər. Burada da bir dənə yenə yataq otağıdır. Bu da hardasa 3.50'nin 5 metrəyə zada olar. Hörmətli izləyicilər, gördüyünüz kimi evdə nə təqdimat varsa hamısını çəkdim, göstərdim. Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir. Bunu da nəzərinizə çatdırım. Kupçaya gedən sənəddir, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə, səhifədən daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri həm izləyə bilərsiniz, həm nömrələri götürə bilərsiniz. Evlərinizin satılmağına köməklik göstərə bilərsiniz. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Səhifədən nömrələrimizi götürə bilərsiniz. Evin qiyməti 125.000 start qiymətdir. Hələ yenə də ucuz qoyulub, yenə də indirim olacaq, hörmətli izləyicilər. Kombi sistemlər zadamızı çəkilib, sadəcə aksesuarlar zat yığılmalıdır. Amma yenə də deyirəm, ev 2 mərtəbəli 4 sotun içində belə bir qiymət ev yoxdur. 125.000 hələ start qiymətdir. Real alıcı olsa indirim olmağına yenə də olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.